Dostlar, salam, necəsiz? Bildiyiniz kimi bu yaxınlarda City Park Mall'da outlet günləri başlayıb. Yəni məşhur brendlərin məhsulları 70%-dək endirimlə təklif olunur. Çox adam internetdə yazır ki, yox, bunlar hamısı yalandır, getdim, əli boş döndüm və s. İndi mən də sizə öz aldıqlarımı göstərmək istəyirəm. Uzun müddətli video çəkmirdim. Düşündüm, alışveriş videolarımı hamı sevir. Bəlkə sizin üçün də maraqlı olur. Həm də siz də qərar verin ki, doğrudan da almağa nəsə, ya ora getməyə dəyərmi? Aldıqlarım xoşunuza gəldi, yoxsa yox? Hazırsınızsa başlayaq. Birinci, xanımların ən sevdiyi şey olan qab-qacaqdan başlayaq. Yəqin Home mağazasını tanıyırsınız. Bilmirəm, adını düz oxudum yoxsa yox. Bu formada yazılır. Baxın, bu mağaza. Bildiyiniz kimi bahalı bir brenddir. Baxın, orada demək olar ki, bütün stendlərdə 70% net indirim var idi. Məsələn, baxın, bu 10 manat idi qiyməti. Çox xoşuma gəldi. Bunu mən sunumluq kimi istifadə edəcəm. Öz qiyməti 30 manat 90 qəpikdir. Mən bunu təxminən, hətta 10 manatdan da ucuz. Yəni 9 manat 90 qəpik. Axır ki 10 manat deyək aldım. Məncə çox qəşəngdir. Sonra eyni bundan belə bir qabı da var idi. Bir dənə qalmışdı. Çox təəssüf ki, çox xoşuma gəldi. Bu da 2-3 manatdır. Yəni öz qiyməti 7.90-dır. 70% endirimlə götürdüm. Təəssüf ki, bir dənə qalmışdı. Dünən getmişdim əslində. Yəni birinci günü. Üzr istəyirəm, outletin ikinci günü var idi bundan. Bilmədim endirimdədir. Elə bildim ki, üstündəki qiymətdə, ona görə bir dənə götürdüm. Bilsəydim, bir neçə dənə götürərdim. Bugün bir dənə qalmışdı, bunu götürdüm. Sonra ən ucuz aldığım şeylərdən biri, biraz tozludur çünki gələndən sonra yumamışam. Bu nəlbəki, bu stəkan, baxın, 6 dənəsi bir yerdə 10 manata. 6 nəlbəki, 6 stəkan və brenddir, bilirsiniz ki. Yəni çox məncə münasibdir. Yəni bundan münasib təsəvvür edə bilmirəm ki, olsun. Çox xoşuma gəldi. Bu iki yumurta qabını, bunların da qiyməti, öz qiyməti baxın 6.90-dır. Bu da hardasa 2 manatdır bir dənəsi. Uşaqlar üçün götürdüm. Deyə bilərsiniz ki, məsələn 1 manatlıq yerlərdə bu daha ucuzdur, bəlkə görmürsünüz, amma bu brend olduğuna görə düşünürəm ki, münasibdir. Sonra baxın, belə bir fen götürdüm, istifadə də eləmişəm. Bunu belə deyim, dünən də getmişdim. Yəni outletin ikinci günü və bugün də outletin üçüncü günü də getmişdim. Məsələn, bu artıq yox idi. Bilmirəm, səhv eləmirəmsə bundan artıq qalmamışdı. Belə açıq formada da göstərdim. Hava flüyür, hava vasitəsilə düzləşdirir. Çox gözəldir. Digər başlıqlarını da gətirmişdim sizə göstərmək üçün. Bir növ Dyson kimi. Çox bəyəndim. Yəni istifadə eləmişəm deyə. Əgər tapsaz, mən bunu Rossmanndan götürdüm. Outletdəki Rossmanndan. Çox qəşəngdir. Bu da 6 manat. Məndə bunun Kiwi markası olan versiyası var. 21 manata səhv eləmirəmsə almışdım. Bu sadəcə 6 manata. Və Edenwald Rossmannda Almanya markasıdır. Hər halda ki, keyfiyyətli olacaq. Paltar çox götürmədik. Ola bilər ki, paltar üçün gedənlər bəli, çox bir şey tapa bilməsinlər. Razıyam. Paltalar mənim də xoşuma gəlmədi. Məsələn, bunu Next'dən götürdüm. O böyük oğlum üçün 19 manata. Yəni keyfiyyəti də onsuz da Next'in keyfiyyətini bilirsiniz. Çox keyfiyyətlidir, qəşəngdir. 19 manata götürdüm bunu. Pepco'nun stendi var idi. Bilirsiniz ki, Pepco əvvəl var idi, mağazaları bağlanıb, amma orada Pepco'nun stendi vardı. Yəqin ki, ambarda qalan məhsullar satılır. Məsələn, böyük oğlum üçün bu plastikini götürdüm, 5 manat idi. Məncə keyfiyyətlidir, yaxşıdır. Bir də sweatshirt götürmüşdüm, zamoklu, digər oğlum üçün. O da 8 manat idi. Halbuki öz qiyməti 24 manat idi. Pepco'dan əvvəl də geyimlər almışam, onsuz da keyfiyyətli olur. Və son olaraq da Kiwi'nin belə bir ütüsü. Bu da ya 70% endirimdə, ya 50%. Qiymətini bilmədim, çünki belə deyim, qiyməti üzərində yox idi. Sadəcə dedilər ki, 18 manata düşüb götürdüm. Ütüm var əslində. Dedim, səyahətə gedəndə istifadə edərəm. Ya yəni də birdən evdəki ütüyə nəsə olar, ya evdəki ütümdən razıyam. Amma o qədər keyfiyyətli çıxdı. Sadəcə 18 manata. Yəni düşünməyin ki, bunlar defektli məhsullardır. Heç biri əsla defektli deyil. Sadəcə olaraq yəni endirimə düşüb. Hətta deyirlər endirimin ilk günü, məsələn Prada'nın kəndi ətri var. Normalda qiyməti endirimlə belə 60 manatdan aşağı olmur, 30 manata olub, amma həmin gündə bitib. Belə. Nə düşünürsünüz? Aldıqlarım xoşunuza gəldimi? Sizcə getib nəsə oradan almağa dəyər, yoxsa yox? Başqa şeylər də almışdım, amma gətirdiyim sadəcə bunlar oldu. Ümid edirəm ki, videomu bəyənmiş olarsınız. Uzun müddətli video çəkmirdim, çünki
birdən əgər əvvəlki izləyicilərimdən varsa onlara bildirmək istəyirəm. Çox darıxmışam. Sadəcə olaraq işə başladığıma görə artıq işlə YouTube-u bir yerdə çəkməyim demək olar ki, mümkün olmur. Yenə də bu cür videolar əgər xoşunuza gəlirsə, alış-veriş videoları əgər xoşunuza gəlirsə, arada çəkə bilərəm. Bugün üçün editləyib videonu yükləmək istəyirəm ki, siz də endirimlərdən yararlana biləsiniz. Videonu izlədinizsə like etməyi unutmayın. Hələlik.